Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Noyabrın 3-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 104 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı görüş zamanı çıxış edərək hər kəsi qarşıdan gələn 8 noyabr Zəfər günü münasibətilə təbrik edib. Ölkəmizə sülh, xalqımıza firavanlıq arzulayıb. Adil Əliyev bildirib ki, bu möhtəşəm bayram xalqımızın tarixində qürur və şərəf dolu bir səhifədir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə min illər boyu xalqımızın yaddaşında qalacaq və gələcək nəsillərə qürur mənbəyi olacaqdır. Səyyar görüşdə sakinlər tərəfindən kanalizasiya xəttinin çəkilişi, su təchizatında yaranmış problemlərin aradan qaldırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.